şəhidlərimizdə baş əydik. Çünki siz bu vətənə ölümsüzlük dastanını qanı ilə yazan qəhrəmanlar bəxş etmişsiniz. Eyni zamanda bu uca xatirəyə hörmət əlaməti olaraq gələn dəyərli qonaqlarımızı, məktəbimizin kollektivini və gələcəyimiz olan əziz şagirdləri salamlayırıq. Bu gün məktəbimiz öz məzunlarını, qəhrəman övladlarını yad edir. Şəhidlərimiz Ziyad Muradovun 35, Səbuhi Sadıqovun 30 və Əli Qasımovun 25 illik ömür yolunu, onların bitməyən vətən eşqini anmaq üçün toplaşmışıq. Onlar öz gəncliklərini bizim gələcəyimizə fəda edərək hər birimizin qəlbində əbədi yaşayır. Qəhrəmanlıq salnaməsi yazdılar. Uca ruhlarına ehtiram əlaməti olaraq tədbirimizi açıq elan edirik. İndi isə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin, o cümlədən bu gün andığımız qəhrəmanlarımızın xatirəsini bir dəqiqəli sükutla yad edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Üç bayrağım var. Ne güneşten qorxuram, ne tufandan, ne qardan. Söykənib bayrağıma, dayanmışam dağ kimi. Ürəyimdə bir təlaş, ürəyimdə qorxu yox. Düşmənin üzərinə dalğalanıb kükrəyib. Coşuram bayraq kimi, coşuram bayraq kimi. Yellədərək əlimdə azadlığın rəmzini. Çağırıram cənubu, çağırıram şərqimi. Bayrağa bürünərək geymişəm kəfənimi. Üç rəngli bayrağımla mən hazıram ölməyə. Qazmışam məzarımı, geymişəm kəfənimi. Mən Koroğlu Babəkin bir misli qılıncıyam. Qılınc polad, söz polad. Əyilmərəm, sınmaram. Hayqırmaqdan qorxmuram. Avazım var, səsim var. Azadam demək üçün üç rəngli bayrağım var.
Söykənib bayrağıma, mən azadam deyirəm. Azadlığın uğrunda canımdan da keçərəm. Şəhidlər ölməz, vətən bölünməz. Bu inam, bu şüarlar bizim zəfərimizin təməli oldu. Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşərək bütün dünyaya sübut etdi ki, biz heç vaxt işğalla barışmayacağıq. Cənab Prezident İlham Əliyevin hər bir müraciəti xalq üçün ümid, əsgər üçün müqəddəs döyüş əmridir. Bu çağırışdan sonra bütün vətən oğulları, Ziyad, Səbuhi və Əli də bir amal uğrunda cəbhəyə atıldılar. Torpaqlarımızı düşmən taxtlarından azad etmək.
Şəhidimiz Ziyad Muradov hələ müharibə başlamazdan illər əvvəl bu tarixi anları sanki ruhu ilə hiss etmişdi. O bütün döyüş yoldaşları adından hər bir Azərbaycan əsgərinin ürəyindən keçənləri misralara çevirərək Ali Baş Komandana müraciət etmişdir. Gəlin Ziyadın əmrini ver şeirini dinləyək. Əmrini ver. Gözlərini qan bürünmüş, qan emici caniləri. Cavan canlar da özdürdü, müharibələr də özdürdü. Hər obada qırılanlar, al bayrağa bürünərək, torpaq altında gömüldülər. Daha bəsdir, qalx ayağa, Hüseynlər, mübarizlər. Daha bəsdir, qalx ayağa, ərgidlər, mücahidlər. İndi istiqlal vaxtıdır, silahlar danışmalıdır. Hər tökülən nahaq qanın cavabın qan almalıdır. Cavabın qan almalıdır. Gözlərini qan bürümüş, düşmən üçün sipər geymiş, tamam vücud silahlanmış, igidlərin meydanıdır. Zaman indi müharibə, müharibə zamanıdır. Qalx əmrini ver komandan, silahlanaraq ayağa can. Düşmən üçün göz qırpmadan, hücum hücum Allah deyib, irəliləyək qabağacan. Xocalıya Ağdamacan, ta sərhədə çatanacan, görüsacan, qafanacan, irəliləyək addımlayaq, biz ta ki İrəvanacan. Gözlərini qan bürümüş, qan emici canilərin. Əmrini ver sən komandan, qanın içək düşmənlərin. Dalğalan bir bayraqla, yaradaq bir Azərbaycan, biz əmrini gözləyirik. Zədəvali Baş Komandan. Bəli, o müqəddəs əmr verildi və Azərbaycan xalqı bir yumruq kimi birləşərək vətən torpaqlarının azadlığı uğrunda mübarizəyə qalxdı. Minlərlə igid oğul kimi bizim məktəbin də qəhrəman övladları ön cəbhəyə atıldılar. İndi isə gəlin ömürlərini vətənə fəda edən bu qəhrəman oğullarımızı daha yaxından tanıyaq. Qanla yazılan tarix, canla qazanılan zəfər. Bütün Azərbaycan xalqı üçün qəhrəman ataların gələcək nəsillərinə ən müqəddəs əmanətdir. Bu hikmətli sözlərin müəllifi şəhidimiz Ziyad Muradovdur. Gəlin Salih Ədlovun Ziyadın ailəsinə həsr etmiş şeirini dinləyək. Bir oğul şəhid oldu, Muradxan oldu Ziyad. Şəhadəti ilə vətən torpağı oldu azad. Kiçik oğlunu bizə verib getdi əmanət. Rəbbim qorusun onu, böyüsün sağ-salamat. Ziyad həm əsgər idi, həm də gözəl bir şair. Qəlbi çox nazik insan, şeirlərdə də mahir. Onun arzu amalı torpaqları qaytarmaq, düşmənləri məhv edib, onlardan qisas almaq. Vətənin dar günündə köməyə gəldi onlar. Düşmən tutmuş torpağı, düşməndən aldı onlar. Torpağa su qarışsa, palçıq olurmuş torpaq. Şəhid qanı qarışsa, vətən olurmuş ancaq. Ziyad Muradov 1991-ci il fevralın 3-də Füzuli rayonunun Arış kəndində dünyaya göz açmışdır. O, 1993-cü ildə erməni təcavüzü zamanı Füzuli istiqamətində hücumlar nəticəsində cəmi bir yaş yarımlıq olarkən başına qəlpə yara salmışdır. Talih elə gətirmişdir ki, 27 il sonra şəhidlik zirvəsi uzalarkən də məhz həmin torpaqlar uğrunda döyüşlərdə snayper gülləsinə tuş gələrək əbədiyyətə qovuşmuşdur. Məktəb illərində o, daim Qarabağın azad olunacağına inanır, vərəqlərdə planlar çəkir və siz görəcəksiniz, biz Qarabağı azad edib, bütöv bir Azərbaycan edəcək deyirdi. Qarabağ azaddır. Azadlıq quşu qon sən budağa. Qarabağdakı böyük sinara. Səs sal bu dünyaya, bu cahana. Qarabağ nəhayət azaddır tamam. Qarabağ uğrunda neçə min insan, neçə min növcahan şəhid olubdu. Neçə min canını tapşırıb gedib, neçə min qıçından, qolundan olub. Neçə min sevgili yardan ayrılıb. O qoca qarıya, qoca babaya muştuluq xəbərin tez çatdırın siz. Qoy sevinib, gülüb danışsın, Qarabağ nəhayət azaddır tamam. Qoy dili döndükcə böyük insana Ziyad Qarabağlıdan dua eləsin.
Siyah Qarabağının borcudur ancaq. Duanı ziyada deyil, Allah etsin. Qarabağ azaddır. O hər zaman düşməndən qısa salmağa və doğma hüzurunda Azərbaycan bayrağını ucaltmağa arzulayırdı. Ziyad Muradov həmçinin istedadlı gənc yazar idi və 2017-ci ildə ilin gənc yazar adına layiq görülmüşdür. Onun yaradıcılığının böyük hissəsi vətən mövzusuna həsr olunmuşdur. Şəhidimizin öz şeirlərində ibarət Vətən Məni Çağırdı adlı kitabı 2022-ci ildə nəşr olunmuşdur. Hazırda isə onun xatirələrini əks etdirən Misralarda Yaşayan Şəhid adlı kitab işıq üzü görməyə hazırlanır. Şəhidimizin ailəsinə olan dərin bağlılığı övladının yaddaşında da iz qoymuşdur. Ziyad şəhid olmazdan bir gün əvvəl oğlu Muradxan qəfil yuxudan oyanaraq "Atam şəhid oldu, atam cənnətdədir" demişdir. Bu hadisə onun şəhidlik yolunun sanki əvvəlcədən hiss edildiyini göstərmişdir. Ziyad Muradov 2020-ci il oktyabrın 20-sində Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsini ucalmışdır. O, Bakı şəhəri Zabrat qəsəbə qəbristanlığında dəfn olunmuşdur. Ölümündən sonra vətən uğrunda Füzulinin azad olunmasına görə və Xocabəndin azad olunmasına görə medalları ilə təltif olunmuşdur. Gəlin Ziyadın 29 illik ömür yoluna həsr olunmuş video çarxa baxaq. Bu musiqi 2-ci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş Ziyad Muradova ərmağan edilir. Bir gün şəhid olsam, ağlayıram, dökmə göz yaşını mezarın üstə. Əynimə geydiyim qanlı köynəyim, sancaq tək sancaqsan mezarın üstə. Əynimə geydiyim qanlı köynəyim, sancaq tək sancaqsan mezarın üstə. Bir gün şəhid olsam ağlama, sevilsək xəbər gəl mezarın üstə. Ziyad gözün aydın, cəm oldu vətən, rahatlıq taparsan mezarın üstə. Bir gün şəhid olsam ağlama, sevilsək xəbər gəl mezarın üstə. Ziyad gözün aydın, cəm oldu vətən, rahatlıq taparsan mezarın üstə. Başını qaldırıb dik gəzsən ana, qürurla dönərsən mezarın üstə. Əlinə bir dəstə qələm filan gəl, sən ona fəxrlə mezarın üstə. Əlinə bir dəstə qələm filan gəl, sən ona fəxrlə mezarın üstə. Bir gün şəhid olsam ağlama, sevilsək xəbər gəl mezarın üstə. Ziyad gözün aydın, cəm oldu vətən, rahatlıq taparsan mezarın üstə. Bir gün şəhid olsam
2022-ci ildə nəşr olunan Vətən Böyük Sağlığı kitabından onun bir neçə şeirini sizlərə təqdim etmək istəyirik. Onu da qeyd etmək istəyirik ki, Ziyad özünü Məmməd Arazın davamçısı hesab edirdi və onun yaradıcılığını çox sevirdi. Hətta o böyük şair ilham etdiyi bir şeirdə qələmə almışdır. İndi isə gəlib onun vətənə, igid oğullarımıza, atasına, anasına və kiçik oğullara həsr etdiyi şeirləri birlikdə dinləyək. Gözün aydın Məmməd Araz, Azərbaycan oyanıqdır. Şirin rüya bizə kasıb olubdur. Yumuşaq, rahat yorğan düşək vətəndaş olubdur. Bu millətin qeyrətini çəkməyə ramillər doğulubdur, mübarizlər olubdur. Gözün aydın Məmməd Araz, Azərbaycan oyanıqdır. Xocalı tökülən hər bir qanlarıyla yumaq üçün doğulubdur. Dostu silah olubdur. Onların silahı da düşmənə doğulubdur. Onların mayasında vətənlə yoğulubdur. Ana bilir vətəni anasına, neçə ildir yas saxlayıb yasına. Oyanıqdır bu millət, haram qatıb gec olsa da yuxusuna. Sinəsi ilə güc gəlib hər düşmən gülləsinə, 20 yanvar gününə. Abidələr tikmişəm hər şəhidin üstünə, gül çiçəklər səpmişəm. Mən həmişə deyəcəyəm, həmişə də demişəm. Bu vətən oğluyam, qoy düşmən qulaq asıb mənim nərəmdən qorxsun. Qoy bir də mübarizlər, qoy fəridlər də olsun. Hər doğulan körpəyə Ramil adı qoyulsun. Qarabağlı ürəyin qoy şad olsun. Azərbaycan yaşasın. Zənnində kin nifrət, əlində silah, gözlərin düşmənə zilləyib əskər. Çoğunlu toranda, ayazlı qışda, düşmənlə üz-üzə sərt durub əskər. Səngərdə dayanan bir əskərim var, səngərdə dayanan bir əskərim var. Fikrində qarışıb Kəlbəzər, Şuşa, Xocalı gözündə heyecanlandıqca, ürək hiddə gəlib az qalır coşa, əlində silaha sarılıb əskər. Səngərdə dayanan bir əskərim var, səngərdə dayanan bir əskərim var. Vətənlə sərhəddir kəsir səngərlər, torpağa döşənmiş mayın mərmilər. Yolunun üstündə çəkibdi sədlər, əlacsız, çarəsiz dayanıb əskər. Səngərdə dayanan bir əskərim var, səngərdə dayanan bir əskərim var. Ordun ayağa qaldır komandan, vətəni qurtarsın alovdan oddan. İrəl əmrini ver ilham alsın, səngərdən hücuma qalxsın əskərlər. Səngərdə dayanan bir əskərim var, səngərdə dayanan əskərlərim var. Mən türk oğlu türkəm mən. Mən türk oğlu türkəm mən. Əslim, köküm, nəslim var. Neçə min qəhrəmanım, kör oğlum, babəklərim, Xətayim, Nəbilərim, Nəsimim, Qarabağlı tək neçə min övladım var. Papaqatda gizlənən neçə min qəhrəmanım və neçə min milyonum var. Mən Türk oğlu türkəm mən. Nəslim, köküm, əslim var. Bir tarixlə başlamış, min tarixlik yazım var. Payızım var, qışım var. Keçmişim, bugünüm var. Şərəflə anılacaq, atam, babam, elim var. Məmmədəmin adına 90 illik yaşım var. Dədə Qorqud tək bu elin ağsaqqalı, Qazan xan tək bu elin qəhrəmanı, neçə min sərkərdəm var. Neçə min milyondur mənim tarixim yaşım. Mən Türk oğlu türkəm mən. Əslim, köküm, nəslim var. Neçə min Teymurum var, neçə min Qacarım var. Dostum var, düşmənim var. Quran kitabım, Məhəmmədim var. Milyondur dövlətim, doğmaca torpağım var. Mənim elim, obam var. Mən Türk oğlu türkəm mən. Babəkin nəvələri, bugün səni anmaq üçün şəhidlər xiyabanına gəldi nə qədər insan, mübariz İbrahimov. Onları gətirən vardır, onları gətirən ardır, məzarı qucaqlayıb çoxları ağlayırdı. Onları gətirən
gətirən ardır. Düşmənlərin qanını içdim bir zər kimi, neçə namərdin başını, kəsdin Həzrəti Əli kimi. Uyu gidən mübariz, üç rəngli bayrağınla, saçını tumarlayır cənnətdə Fatma ana. Onu doğuran qadın, şəhid üçün ağlama. Məhəmməd Peyğəmbərin nəvəsidir şəhidlər. O qoyduğu yolları gedəsidir şəhidlər. Mübariz İbrahimov, səninlə fəxr eyləyir. Atan, anan, qardaşın, baş daşına yazılsın ən böyük vətəndaşın. Hayas yasa batıbdır, biz Türk dirçəlib deyə, 50 milyon qalxanda dinə görən neyniyər? Ey Babəlkin nəvələri, Koroğlu dəliləri, Dədə Qorqud sazında çalınır hücum zəngi. Siz Çingizin ötəri, salatının irəli, bürüsün qan gözünüzü, qalxın, deyin sözünüzü. Babəlkin nəvələri. Şəhid Ziyad Muradovun oğlu Muradxana həsr etdiyi şeir. Yat oğlum, yat yat böyük, quzu bala, yat cinan, bizi az oyat cinan. Ta gecədən sübhəcən, yuxusuz qalır anan. Körpə balam, yat cinan, çalış tez diqat cinan, tez yeri danış cinan. Sözlə başa sal bizi, hər an ağlama cinan. Körpə balam, yat cinan, sən damluzumsan, bir körpə quzumsan. Sən atamız, anamız, bizim varlığımızsan. Körpə balam, yat cinan, yat oğlum, yat yat böyük, atana tez çat böyük. Ta gecədən sübhəcan, yatmır atan, nə anan. Körpə balam, yat cinan. Vətən fədailərinin hər biri bizə bir qəhrəmanlıq dastanına miras qoyub gedib. Ziyad Muradovun Misralarda yaşayan ömür yolundan sonra indi isə məktəbimizin digər qəhrəman şəhidi, vətən uğrunda canından keçən Sabuhi Sadıqov haqqında danışmaq istəyir. Şəhid Səbuhi Sadıqov. Bədənimiz məzara çıxacaq qədər kiçik olsa da, şərəfimiz tarix yazacaq qədər böyükdür. Dünən yüksəkliklərdəydik. Bu gün isə daha ucalarda. Mənim qiymətimi verməyə bu dünyanın gücü çatmaz. Çünki şəhidəm. Bu qürur rolunun sıraları müəllifi Laçın döyüşləri zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Səbuhi Rövşənoğlu Sadıqov 9 may 1996-cı ildə Biləsuvar rayonunda anadan olmuşdur. Əslən Füzuli rayonunun Ələsgərli kəndindən olan ailəsi 1993-cü ildə yurdumuz işğal edildikdən sonra məcburi köçkü kimi Biləsuvarda məskunlaşmışdır. 2011-ci ildə Bakı şəhərinə köçərək Nərimanov rayonundakı 73 saylı tam orta məktəbin 9-cu sinifini bitirmiş. Daha sonra Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə daxil olmuşdur. Səbuhinin həyatı hələ kiçik yaşlarından idman arenalarında qazanılan uğurlarla zənginləşmişdir. Karate və kickboks üzrə peşəkar səviyyədə məşğul olan qəhrəmanımız Gürcüstan Respublikasında keçirilən dünya çempionatında professional kəmər uğrunda mübarizə apararaq qara kəmər qazanmışdır. Azərbaycan Güləş Federasiyasının milli yığmasının üzvü kimi respublika və beynəlxalq yarışlarda bayrağımızı dəfələrlə yüksəltmişdir. O həmçinin komanda partiyonu yaradaraq özü kimi mərd və vətənpərvər idmançılar yetişdirmişdir. Hətta onun tələbələrindən biri Gürcüstanda keçirilən 3-cü dünya çempionatında dünya çempionu adını qazanmışdır. Səbuhinin vətən sevgisi hər 2016-cı ilin aprel döyüşləri zamanı özünü göstərmişdir. O ailəsini maşını sataraq əldə olunan vəsaitlə cəbhədəki əsir yoldaşlarına yardım etmiş, hər zaman ön cəbhədə olmağa can atmışdır. 28 sentyabr 2020-ci ildə 2-ci Qarabağ müharibəsi başlayanda könüllü olaraq cəbhəyə yollanmışdır. Ailənin yeganə oğul övladı olan Səbuhi sevdikləri ilə vətən dardadır deyərək sağollaşarkən anasına "Doya tikana, mən arzuma çatdım, doğma ana, mən arzuma çatdım" sözləri ilə şəhadəti olan eşqini ifadə etmişdir. O həmdə nişanlı və aprel ayında toy olmalıdır. Lakin müqəddəs vəzifəni hər şeydən üstün tutur. Döyüşə gedərkən anasına etdiyi o təəssürlü vəsiyyət isə hər gəncinin yaddaşında həkk olunur. Nişanlımı deyil, haqqımı ona halal edirəm, getsin, xoşbəxt olsun. Xüsusi təyinatlı qüvvələrin tərkibində Kəşf
şəhidlərə görə, ölümündən sonra vətən uğrunda, Cəbrayılın azad olmasına görə, Qubadlının azad olmasına görə, cəsur döyüşçü medalları və 3-cü dərəcəli vətənə xidmətə görə ordeni ilə təltif edilmişdir. Səbuhinin hər bir addımı, idman arenalarındakı qələbələri və cəbhədə rəşadəti indi gözlərimiz önündə yenidən canlanır. Gəlin qəhrəmanımızın ömür yoluna, onun bizə miras qoyduğu o şərəfli anlara bir daha videoçap vasitəsilə nəzər salaq. Vətən məni səslər, gedirəm ana. Cavab gözləmədən çıxdı meydana. Xüsusi təyinat dəstəsilə vətənin yolunda durdu mərdanə. Füzuli torpağı çalırdı onu. Cəbrayıl yolunda açdı yolunu. Qubadlı dağları gördü hünəri. Sındırdı düşmənin vuran qolunu. Kəşfiyyatçı kimi keçdi yolları. Addım addım aşdı sərt qayaları. Qəlbində vətənə sonsuz məhəbbət. Silaha çevrildi mərd duaları. İdman meydanında tanıdı onu. Qara kəmər ilə yazdı adını. Mötəbər yarışda qalib gələn tək, vətən savaşında qoydu canını. Dedi dua et ki çatım arzuma. Qəlbində gizlətdi ana dərdini. Vətən səngərində sınmadı qəlbi. Döyüşdə tanıdı igid mərdini. Dedi ey nişanlım gözləmə məni. Qayıtmasam belə qur öz ailəni. Xoşbəxt ol həmişə, yaşa ömrünü. Qulluğunda durub sev öz elini. Laçın səngəridir, son dayanacaq. Qəlbində alışdı, yandı bir oda. Vətən oğulları yazdı dastan. Şəhidlərin yeri cənnətdir ancaq. Ana gözləyirdi tək bir oğlunu. Torpaq qucaqladı mərd bir oğlunu. Səbuhi adını yazdı tarixə. Yaşadı vətənin rövşənin oğlu. Gördüğümüz bu görüntüler bir qəhrəmanın tarixə həkk olunmuş imzasıdır. İndi isə növbə sözündür. Gəlin Səbuhinin uca ruhuna ithaf olunan, onun qəhrəmanlığını misralara köçürən şeirlər dinləyək. Bu misralarda şəhidimizin bitməyən ömrü, onun sönməyə vətən iştiqlatır. Toy günü bəlli idi, gedi vətən dardadır.
Qarabağ ağlayır ki, igidlərim hardadır? Xarı bülbül açmır heç, o da intizardadır. Qarabağda Tarixi yazan şəhid Səbuhi. Bircə pey yollananda söylədi anasına, haqqını halal etdi o öz nişanlısına. Söylədi ki, nişanlım, qoy getsin başqasına. Qarabağda tarixi yazan şəhid Səbuhi. Söylədi şəhidlərin qisasını alacam. Alnıma yazılıbsa mən də şəhid olacam. Şəhid olsam bilirəm, yaddaşlarda qalacam. Qarabağda tarixi yazan şəhid Səbuhi. O üç renkli bayrağı çox sevirdi canından. O bayrağım yaranıb şəhidimin qanından. Danışırlar hər zaman şəhidin ad sanından. Qarabağda tarixi yazan şəhid Səbuhi. Azərbaycan qeyrətim, dedi şanlı vətənim, odur məni qoruyan, odur məni sevənim. Bayraq oldu sonunda, geydiyim bu kəfənim. Qarabağda tarixi yazan şəhid Səbuhi. Şəhid Səbuhi, bu xalqın yolunda can vermisən ki, vətənin torpağı kəsir olmasın. Qeyrətli oğlun canı getsə də, analar, bacılar əsir olmasın. Vətəni uğrunda ölən əskərin, el aləm danışar igidliyindən. Adı dilimizin əzbəri olar, vətən qürur duyar şəhidliyindən. Müharibə yaşatsa da acılar, bir can şəhid olur, 1000 can yaşayır. Bu şərəfli yolu gedən oğlum sayəsində Azərbaycan yaşayır. Bu ali məqama çatdıran səni, sənin əqidəndir, sənin dinindir. Səbuhi, qardaşım, təbrik edirik. Bu gün cənnətdəki ilk ad günündür. Ucaldı və sənə məhəbbəti ilə şəhidlik məqamın oldu Səbuhi. Adın bir tarixin qan yaddaşında, bir də ürəklərdə qaldı Səbuhi. O sənə verilən uca bir məqam, sığışmır şeirə, sığışmır sözə. Biz sənə əbədi can borclu qaldıq. Şəhidim, haqqını halal et bizə. Vətən üçün vuruşan, canını verən, demək ölümün üzünə gülməz. Səni yad edirik, yada salırıq. Nə qədər biz varıq, şəhidlər ölməz. Nərimanov rayonu səni yad edir. 73 nömrəli məktəbdən çıxdın. Şagird yox, igid dərk bitirib. Sanki həyatda ən uca zirvəyə qalxdın. Əskər qardaşım, güllələr daradı qara terini, qeyrət ilə sən qordun elini, sovurdun göylərə düşmən külünü. Səbuhi qardaşım, əskər qardaşım, sinəsi düşmənə sipər qardaşım. Kişi qeyrətin var, təmiz vicdanın, gözünə görünmür tökdüyün qanın. Sən cəsur oğulsan Azərbaycanın, Səbuhi qardaşım, əskər qardaşım, sinəsi düşmənə sipər qardaşım. Qoymaz qanımıza düşmən susasın, aldın Xocanın 10 qat qısasın, toylara çevirdin vətəni yasın, Səbuhi qardaşım, əskər qardaşım, sinəsi düşmənə sipər qardaşım. Düşməni yandıran yaxan sən oldun, şimşək tök başına çaxan sən oldun, Şuşaya bayrağı taxan sən oldun, Səbuhi qardaşım, əskər qardaşım, sinəsi düşmənə sipər qardaşım. Mən qısa ömrümə bütöv bir millətin qürurunu sığdırdım. Bu kəlam şəhidimiz Əli Qasımovun ömür yolunun və mənəvi ucalığının ən bariz ifadəsidir. O, cəmi 19 illik həyatında bir xalqı qəhrəmanlıq sərnaməsini sığdırmağı bacardı. 50 həyat kitabının ilk səhifələri 20 may 2001-ci ildə Bakı şəhərində açıldı. O ilk tərbiyəsini ailəsindən, mərdlik dərslərini isə doğmalarından aldı. Vətənpərvərlik hisslərini ilk toxumları isə Nərimanov rayonu 73 nömrəli tam orta məktəbin divarları arasında səpildi. Əli bu məktəbdə 9-cu sinifi bitirdikdən sonra təhsilini 6 nömrəli peşə liseyində avtonəqliyyat ixtisası üzrə davam etdirdi. Sakit, tərbiyəli, lakin daxili cəsarəti ilə seçilən Əli hər zaman ədaləti və dostluğu uca tuturdu.
Onun mənəvi dünyasının təməli məhz məktəb partasında qoyulan dövlətə sədaqət və xalqa məhəbbət hissləri ilə artdı. Hərbi xidmətini tərtə istiqamətində eyni saylı hərbi hissədə yerinə yetirən Əli üçün Vətən müharibəsi əsl sınaq meydanı oldu. Döyüş meydanındakı çevikliyi, sarsılmaz iradəsi və qorxu bilməyən xarakteri ona silahdaşlar arasında sarı canavar ləqəbini qazandırdı. O təkcə ön cəbhədə vuruşmur, həm də ən çətin anlarda döyüş yoldaşlarına layiq olur, onlara silah-sursat daşıyaraq qələbəyə gedən yolu qısaldırdı. 23 oktyabr günü Əlinin həyatında müqəddəs bir dönüş nöqtəsi oldu. Həmin gün sanki ruhunun əbədiyyətə qovuşacağını öncədən hiss edən qəhrəmanımız döyüşün ağır şərtlərinə baxmayaraq mənəvi bir təmizlik və hüzurla Rəbbinin hüzuruna çıxmaq istəyirdi. O sonuncu mənzilə, şəhadət məqamına pak bir ruh və hissimlə uzanmağı özünə borc bildi. 24 oktyabr 2020-ci il tarixində Əli Suqovuşan və Talış meşələri istiqamətində gedən döyüşlərdə son nəfəsinə qədər vuruşaraq şəhidlik zirvəsinə ucaldı. Silahdaşları onu tapanda Əli sanki namaz üstündəymiş kimi dizi üstə torpağa qovuşmuşdu. Bu, bir igidin vətən torpağına olan sonuncu və ən müqəddəs səcdəsi idi. Bu gün Əlinin nəşi ata-baba yurdu olan Tovuz rayonunun Hacıalı kəndində əbədiyyətə qovuşub. Göstərdiyi şücaətə görə Əli Qasımov ölümündən sonra vətən uğrunda Suqovuşanın azad olunmasına görə və cəsur döyüşçü medalları ilə tərtib edilmişdir. İndi isə sözü Əli üçün yazılan, onun qəhrəmanlığını və uca ruhunu vəsf edən şeirlərə verəcək. Gəlin onun həyatından süzülüb gələn kədərli və qürurlu misraları dinləyək. Allah rəhmət eləsin. Şəhid Əli. Bayrağı bənliyin, kimliyin bilib, qürurla zirvəyə ucaldın Əli. Şəhidlər uyuyur xiyabanları, bilirdi müqəddəs ziyarət yeri. Şəhid məqamının aliliyindən hər zaman fəxrlə söhbət açardın. Vətən keşiyini çəkən babamdan döyüş anların hər vaxt duyardın. Arzu Qarabağı xilas etməkdir. Vətən dərdi çəkən hər vətəndaş tək. Hər kəsə azadlıq hissin bəxşidir. Ağdərə köksündə dayandı ürək. Dilsiz torpaqların dili olsaydı, səndən danışardı, səndən deyərdi. Əli, sən uyuduğun vətən torpağı bizim üçün müqəddəs ziyarət et. Rahat uyu, şəhid balam, rahat yat. Vətən səni qucaqlayıb, ağlayır. Elin sənlə qürur duyub, mərd deyib. Bayrağımız qanınla yad dağlayır. Bugün sənin doğum günün, ad günün. Cənnətdədir sənin toyun, düyünün. Ağdərədən ərşə qalxıb can ünün. Əlibəyli əli deyib çağlayır. Şəhid Əlim, şəhid oğlum, can oğlum. Evimizə, elimizə şən oğlum. Sənsiz keçmir günlər, aylar, ana oğlum. Əzizlərin səni qəlbdə saxlayır. Bala, gəldin darıxır. Gözlərimə tükürlər. Sənsiz mənə bu həyat cəhənnəmdir, cəhənnəm. Boş qalıbdı otağı, səs sorağın kəsilib. Qəlbim düşüb dərdinə, həyatdan əl üzülür. Oğul balam, məni də aparaydın yanına. Necə qıydın gedərək, axı söylə anana. Yolum yaman uzaqdır, əlim əlinə çatmır. Atam da çox dəyişir, gecələr yuxu yatmır. Necə dözək bu dərdə, sənsizlik çox çətindir. Deyirlər ki, fəxr elə, şəhidlik qismətindir. Bir elin qəhrəmanı, can balam, əziz şəhidim qorxmuram. Səndən dastan yazmağa, ona cürətim yetər, ilhamım, gücüm, qüdrətim yetər. Sözlər misra-misra könlümdən keçir, əlimdəki qələmim göz yaşımdan, qanımdan içir. Sənin məzarın üstə gül çiçəklər bitər. Baş daşındakı çəkimli dərdli atalar, vüqarlı analar, ismətli gəlinlər, bəlövşə qızlar öpər. Əli adlı yiğidin adı düşüb dillərə, qoçaqlığı mərdliyi yayılıbdı ellərə.
şöhretli, şerefli, kısa ömür yaşadı. Ağdere dağderesi, geçilmez menberesi, düşmenesine geldi, gidlerin neresi? Arzusuydu elinin, yurdu geri Vətəni azad etdi, şəhidliyə ucaldı, Xocalı qisası, əli düşməndən aldı. Anası yoxlarda, körpəli məsləyir, sən geridəki daşqaya, əl yadın sən əsməyir. 73 sayılı məktəb, əlini yada salır, şəhidlər unudulmur, əbədi xatırlanır. Ağdərə dağdərəsi, keçilməz mənzərəsi, düşmənesinə gəldi, gidlərin neresi? Yurdu geri hattımı tarihti, o geçilmez kalanlar. Her attımı tarihti, o geçilmez kalanlar. Her attımı tarihti, o geçilmez kalanlar. Güzel şahirsiniz sizler. Sizin yaratıcılığınızı duyuram. Bizim şahitlerimizi nəzmə çəkib yaşatdınız. Bugün tədbirimizdə Həkəri qəzetinin baş redaktoru, görkəmli şair, yazıcı və publisist Rauf İlyasovu qonağımızdır. O, vətənpərvər ziyalı kimi şəhidlərimizin xatirəsinə daim ehtiramla yanaşan, şəhid ailələrinə mənəvi dəstək göstərən və şəhidlərimizə həsr olunmuş şeirlərin müəllifi olan dəyərli qələm sahibidir. Rauf İlyasoğlu eyni zamanda 500-dən artıq elmi, dini, fəlsəfi və publisistik kitabın redaktoru, ön söz müəllifi və məsləhətçisi olmuş 20 kitabın müəllifidir. Hazırda isə o, şəhid Ziyad Muradovun xatirəsinə həsr olunmuş kitabın redaktoru və ön söz müəllifi kimi bu dəyərli əsərin hazırlanmasında yaxından iştirak edir. Məktəbimizin kollektivi şair Rauf İlyasoğlu'nun tədbirimizdə iştirakını böyük qürur hissi ilə qeyd edir. Biz onun şəhidlərimizin xatirəsinin yaşadılması və şəhid ailələrinə göstərdiyi mənəvi dəstəyə görə ona dəyərli təşəkkürümüzü bildiririk. İndi isə şair Rauf İlyasoğlu'nun üç şəhidimizə həsr etdiyi şeirləri səsləndirir. Şəhid Səbuhi Sadıqovun döyüş yoluna həsr olunur. Vətən məni səslər, gedirəm ana. Cavab gözləmədən çıxdı meydana. Xüsusi təyinat dəstəsi ilə vətənin yolunda durdu mərdanə. Füzuli torpağı çağırdı onu. Cəbrayıl yolunda açdı yolunu. Hubadlı dağları gördü hünərin. Sındırdı düşməni vuran qolunu.
Kəşfiyyatçı kimi keçdi yolları, addım-addım aşdı sərt qayaları. Qəlbində vətənə sonsuz məhəbbət, silaha çevrildi mərd duaları. İdman meydanı da tanıdı onu, qara kəmər ilə yazdı adını. Mötəbər yarışda qalib gələn tək, vətən savaşında qoydu canını. Dedi, dua et ki, çatım arzuma, qəlbində gizlətdi ana dərdini. Vətən səngərində sınmadı qəlbi, döyüşdə tanıdı igid mərdini. Dedi, ey nişanlım, gözləmə məni, qayıtmasam belə qur öz ailəni. Xoşbəxt ol həmişə, yaşa ömrünü, qulluğunda durub sev öz elini. Laçın səngəri idi son dayanacaq, qəlbində alışdı, yandı bir ocaq. Vətən oğulları yazdı dastanı, şəhidlərin yeri cənnətdir ancaq. Ana gözləyirdi tək bir oğlunu, torpaq qucaqladı mərd bir oğlunu. Səbuhi adını yazdı tarixə, yaşadır vətəni Rövşənin oğlu. Şəhidlər qürurumuz, igid oğul dərdinə atalar çətin dözər. Belə cəsur oğullar düşmənin başın əzər. Şəhidlik uca zirvə, hər kəs çətinci satar. Şəhidlərin cənnətdə əbədi rahat yatar. Şəhidlər ölməzdirlər, ölməzlər, unudulmazlar. Onların əziz adı ürəklərdən silinməz. Müşkəmbər ətri gəlir şəhidin nəfəsindən. Düşmən lərzəyə gələr igidin nərəsindən. Şair ruhlu igidim qəlbi ilə danışar. Misralarda yaşayır, adı dildə dolaşar. Yazdığı hər bir kitab bir ömürdən iz alır. Söz dünyası içində xalqın yadında qalır. Ziyad Muradov adı tarixlərə yazılıb. Şəhidliklə, sözü ilə qəlblərə həkk olunub. İgidləri fəxrlə, qürur ilə anırıq. Onları uca tutub baş tacımız sanırıq. Şəhid Əli Qasımovun əziz xatirəsinə. Əli adlı igidin adı düşüb dillərə. Qoçaqlığı, mərdliyi yayılıb ellərə. Oxuduğu məktəbdə nümunə oldu adı. Şan şöhrətli, şərəfli, qısa ömür yaşadı. Ağdərə, dağ dərəsi, keçilməz bəndbərəsi. Düşmənə sinə gərdi, igidlərin nərəsi. Arzusuydu əlinin yurdu geri alalar. Hər addımı tarixdir, o keçilməz qalalar. Vətəni azad etdi, şəhidliyə ucaldı. Xocalı qisasını Əli düşməndən aldı. Anası yuxularda körpə Əli bəsləyir. Səngərdəki daş, qaya Əli adını səsləyir. 73 saylı məktəb Əlini yada salır. Şəhidlər unudulmur, əbədi xatırlanır. Bütün varlığına, keçdiyim hər bölümdən, məktəbə qoşucu məzunəsi, müstəqil Azərbaycanda, Azərbaycan cəmiyyətində müəllim bugün də, gələcəkdə də ən hörmətli insan kimi qəbul edilməlidir və müəllimlik peşəsi ən yüksək qiymətə layiq olan peşədir. Müəllim peşəsinə vaxt belə yüksək dəyər verilmiş, onun cəmiyyətin ən hörmətli insan adlandırılmışdır. Bu gün qürurla qeyd etməliyik ki, qəhrəman şəhidlərimiz məhz vətənpərvər müəllimlərimizin verdiyi o müqəddəs tərbiyə ilə boya başa çatmışlar. Onlar vətən sevgisini, ana müqəddəsliyini, bayraq ucalığını ilk dəfə məhz müəllimlərindən öyrənmişlər. Müəllimlərinin onlara aşıladığı vətənpərvərlik dərsi ilə döyüşə atılan o mərd oğullarımız bizə bu möhtəşəm zəfəri bəxş etdilər.
İndi isə söz elə o qəhrəmanları yetişdirən müəllimlərə veririk. Gəlin müəllimlərimizin öz şəhid məzunları haqqında kövrək xatirələrini dinləyək və videoçarxa tamaşa edək. Şagirdin Ziyad Muradov hakkında danışmak bana hem gurur verici hem de çok şerefli. Ziyad'ın hem çok yaşlarına. Ziyad'dan hem mektepte ders vermişler hem de bir mektepte yaşamışlar. Ziyad çok sevmekten bir şagird. Ziyad'ın şehit olduğu kadarıyla çok şerefli aldım. Onun şerefleri gelmemişten bir gün önce ben yüzüne gördüm ki Ziyad bana seslenmiş ki ben şehit oldum. Ben bu gecede sözüne gelebilirmiştim. Ziyaret edilsen ziyaret şehit olmaya vermiştim. Ben onu çok ağır besledim. Ben gittiğimde de şarkılarına ziyaret olmak, onun için de şehirlerin kendisi, insanlar, yerine sevmeyi, gözlüğünden, ziyaret edelim, şehirlerimizi hiç aklını bulmayacak. Onların sayfası yaşayan sizin geldiğinizde evet yaşayacak. Borçlu yurtluğunuzu, güneşli sevmek, güneşlerden bekler duman beklemana, borçlu yurtlananlara, güvenlerine, gören beklemana, sağlık beklemana. Biz hemşe demiyorlar ki, Vətən uğrunda canlanan keçən şəhidlərimizi yad edirik. Şəhidlər bizim böyük mənbəyimiz və istədiyimizin təminatçılarıdır. Onlardan biri də həmişə adını fəxrlə çəkə biləcəyimiz Salih Səlvişdir. Səlvişi çox gülərli, mehriban, şən şagirdiydi. Hətta İsmanı çox sevirdi. O, öz müəllimlərinin və sinif yoldaşlarının arasında çox böyük bir qazanmışdır. Ben onun şehit haberini eşitlerinde hem çok üzüldüm hem de gurur duydum. O öz ilgiliğiyle adını hayatımıza uzun kalpler bu şehirde. Beslediğimiz şahitlerimiz bizim önümüzde geleceğimiz. Yani nasıl olsa bizim gururumuz oldu. Onun adı kalbimize yazıldı ve her zaman hürmetle anılacak. Ali Qasımov bir gün aramızda olmasa da onun xatirələri hər zaman qəlblərdə, ürəklərdə, vətən torpağında yaşayacaq. Ali Qasımovun bir uşaqlıq xatirəsini bugün sizinlə bölüşmək istəyərdim. Torpaqlarımızın işğalı dövrü idi. Bir gün uşaqlarda soruşanda ki, bu yerdə nəç olacaqsınız? Ali Qasımov qürurla ayağa qalxıb dedi. Mən əsgər olacaq. Düşmanlardan azad edeceğim. Şükürler olsun ki bugün Ali Başkanımızın sayesinde, güclü ordumuzun sayesinde elimin arzusu reallaştı. Allah bütün şehitlerimize rahmet eylesin, gazilerimize can sağlığı verir.
versin. Şəhid valideynlərimizə Allah'tan sən istəyir. Qəhrəman şəhidimiz Səbuhi Sadıqovu yad edirik. Səbuhi Sadıqov haqqında danışmaq mənim üçün həm qürurvericidir, həm də kövrəkdir. O qəhrəman olmaqla bərabər, həm də çalışqan bir şahiddir. Səbuhi Sadıqovun fədasinin əməli olaraq onu çox gözəl xatırlayır. Dərslərimizin birində Səbuhi mənə verir ki, müəllim, mənə 9 bal verərsiniz. Bu zaman 9 balda ən yüksək bulmaq sahibidir. Mən gülümsəyərək Səbuhi'yə dedim. Səbuhi, sən yüksək, ən yaxşı qiymətlər varsın. Səbuhi öz qiymətini aldı. Ən güzəlçıda olan şəhidliklər namaz görməsini quralar. Şəhidlər haqqında söz demək, söz yazmaq, kitab yazmaq çox məsuliyyətli bir işdir. Və bu günləri bir ziyalı, bir müəllim olaraq bu məsuliyyəti üzərimizə götürmüşük. Mənim özüm bizim şəhidlərimiz haqqında bir neçə kitablarım var, şəhidlərdən bəhs edən. Amma bu günləri şəhid Ziyad Muradovun həyatı aslında, buna dərs deyən zaman bir müəllim olaraq bunun xatirələrindən nəzərinizə çıxacaq. Ziyad, 5 il Ziyada mən Azərbaycan dili ədəbiyyat dərsi demişəm. Bir zamanlar dərslərdə vətənpərvərlik yurdusunda inşalar yazılırdı, üniversitelərə vəziyyədir. Və heç bir zaman bu mənim yadımdan çıxmaz. Bir gün bir 8-ci sinifdə mən Ziyada bir inşa yazdırdım. Deməli, sinifdə inşamız belə idi, vətən mənə olur bizə. İnşa yazıldı, yoxlanma anına gələndə Ziyad da bu inşada oluşmamışladı və inşanın sonluqla gətirdi Ziyad ki, əgər vətən məni çağırsa, mənim ölkəmi müdafiə etmək üçün, vətənimi qorumaq üçün əlimə silah alıb, bu gün də 8-ci sinif şagirdi olmaqla baxmayaraq, əlimə silah alıb, torpaqlarımız uğrunda mübarizəyə mən də qoşularım. Bu sözləri yazanda Ziyadın artıq hələ 8-ci sinif şagirdi, 13 yaşı vardı bu sözləri yazanda. Gəldi, illər keçdi, Ziyad orta məktəbi bitirdi. Əsər öyrətdi, mənə tələb tutmadı. Şairlərdən söz qoşmalı, şeirləri yazmalı. Səndin mənə sevdirən Mikailin karını, Qasım bəyin, Sabirin qurduğunu yazmalı. İkinci evim idi, kitab, dəftərxanalar. Belə bir şairlərdən zahid aldı ilhamlar. Səni anlatmağa sözlər yetməksiz qalar. Sən bildiyin hər şeyi öyrədib mənə getdin. Ədəbiyyat dərsliyin sən vəsf etdin, mən sevdim. Gah qol budaqlı ağac, mən isə kölgən idim. İndi ədəbiyyatı səndən də çox sevirəm. Türkçə, farsça yaratdım, mən dilimi yaşatdım. Nizaminin xəmsəsin öz dilində anlattım. Sizə ölənə qədər Ziyad tək borclu qaldı. Mənim ilk müəllimim Səknəbəli. Müəllimlərimizin şəhidlərimiz haqqında bölüşdüyü hər bir xatirə əslində bir qəhrəmanlıq dastanının ilk sətirləridir. Onlar vaxtilə sinif partalarında əyləşən, gözlərindən vətən sevgisi oxunan o məsum uşaqların necə böyük bir sərkərdəyə, yenilməz bir əsgərə çevrilməsinin canlı şahidləridir. Qeyd etmək istəyirik ki, tədbirimizin rəhbəri Zəmrə müəllimə də şəhidimiz Ziyad Muradovun müəllim olmuşdur. O Ziyadın bizə əmanəti olan balaca Muradxanı ilk dəfə gördükdən sonra özü-özünə söz vermişdir ki,
bu müqəddəs ocağı heç vaxt yalnız qoymayacaq. Artıq 6 ildir ki, Zəmrə müəllimə təkcə Ziyadın ailəsinin deyil, bütün şəhid ailələrinin yanında olur. Onların kədərləşərək çıxmış sevincini bölmüşdür. Çünki onlar artıq vahid bir ailədir və bu mənəvi birlik ən böyük dəyərdir. Eyni zamanda vurğulamaq lazımdır ki, bu gün burada əyləşən müəllimlərimizin övladları da həm döyüş meydanlarında, həm də hərbi xidmət dövründə böyük mətanət göstərmişlər. Mehpayə müəllimənin oğlu Şuşa Fatehi, tibb xidməti rəisi kapitan Məmmədli Ceyhun Sadıqoğlu müxtəlif medallarla təltif olunmuş və Azərbaycan bayrağı ordenin zirvəsinə ucalmışdır. Onun qardaşı Məmmədli Səbuhi Sadıqoğlu isə bir sıra medallar və fəxri təltiflərlə mükafatlandırılmışdır. Arifə müəllimənin oğlu mayor qərargah rəisi Kərimov Zərdan Əlioğlu da Vətən müharibəsində qəhrəmanlıqla iştirak etmişdir. Tükmə müəllimənin oğlu İlşən Şərbətov və Naibə müəllimənin oğlu Elnur Cəfərov əzmkarlıqla vuruşmuşlar. Aybəniz müəllimənin oğlu Tural Musayev hərbi vəzifəni yerinə yetirərkən həlak olmuşdur. Müəllimlərimizin dilindən süzülən bu xatirələr sübut edir ki, məktəbdə verilən düzgün təlim və aşılanan vətənpərvərlik ruhu gələcəkdə vətəni fədakarlıqla qoruyar, onun uğrunda hər bir çətinliyə gələn qəhrəmanlar yetişdirir. İndi isə gəlin Qarabağın arzusu şeirini dinləyirik. Qarabağın arzusu. İnşallah lilli sular durular. Azərbaycan azadlığa qovuşar. Qarabağda toy məclisi qurular. Ağdam, Şuşa bu məclisə buyurar. Ağsaqqal Cəbrayıl, Ağsaqqal Laçın buyursun məclisə, məclisi açsın. Qubadlı, Zəngilan versin qol-qola. Həsrət gidərincə onlar oynasın. Qoy Allahdan arzu edək hamıya, Qarabağı hamı belə tanıya. Bir də düşmən tapdağında olmaya, bu sözlərim xəyal kimi qalmaya. İndi isə sözü
şahidlər, dəyərli qonaqlarımız, aziz şahidlər, və bir daha hər birinizi salamlayıram. Dəvətimizi qəbul etdiyiniz üçün sizlərə dərin təşəkkür edirəm, həm öz adımdan, həm kollektivimiz adından. Bildirmək istəyirəm ki, Bakı Şəhər Üzrə Təhsil Dairəsi müxtəlif səmərəli, faydalı layihələrlə həyata keçirir və bu layihələrdən biri də 7-dən 17-yə vətənpərvər layihəsidir və bu layihə çərçivəsində bizim 73 nömrəli tam orta təhsil məktəbi belə bir tədbir hazırlamaq qərarına gəldi ki, bəlkə sizə olan mənəvi borcumuzu bir qədər ödəmiş olaraq bizim tədbirin adı olan tarix yazırıq, biz yaşadırıq və bu adı seçmək əbəs deyilik. Biz düşünürük ki, bütün təhsil məktəbinin şagirdləri, biz müəllimləri yol göstərməyi sayəsində, öyrətməyi, aşılamağı sayəsində daima vətənimizin şəhidlərini uca tutmalıyıq, qorumalıyıq. Onlarla hər yerdə hər zaman fəxr etməliyik. Onlar canlarından, qanlarından keçdilər. Dövlətimizin suverenliyi uğrunda, Azərbaycan torpaqlarının azadlığı uğrunda şəhid oldular. Allah hər bir şəhidimizə rəhmət eləsin, ruhları şad olsun. Biz şəhid valideynləri qarşısında baş əyirik. Sizə sonsuz minnətdarlığımızı bildiririk. Çox sağ olun, hər birinizə diqqətiniz üçün təşəkkür edirəm. Sağ olun. Mən çox üzr istəyirəm hər birinizdən. Bizim bütün kollektivimizin əməyi, ümumiyyətlə hər bir tədbir çox incə hazırlanır, çox böyük zəhmət tələb edir. Bizim bütün kollektivimizin böyük zəhməti, əziyyəti var bu tədbirin hazırlanmasında. Zəminə müəllimin bir ayrı dəyəri, bir ayrı qatkısı, əziyyəti var. Zəminə müəllim çox təşəkkür edirik sizə. Həm öz adından, həm də bu əziz kollektivimiz adından təşəkkür edirik. Qonaqlarımıza da söz vermək istəyərik, sizə də söz vermək istəyərik tədbirimizin sonunda. Sözümü şagirdlərimlə göstərdim. Sağ olsun şagirdlərimiz, təşəkkür edirik hər birinizə. Çox sağ olun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Sağ olun. Həqiqətən mən bu günləri çox qürur hissi keçirdim və ilk növbədə şəhidlərimizə borcluyum. Şəhidlərimizi dünyaya gətirən, böyüdən şəhid analarımız, şəhid atalarının qarşısında baş əyirəm. İnşallah biz sizdən tez-tez görüşəcəyik. Çünki Zəminə müəllimə ilə birlikdə bir kitab hazırlayırıq. Ziyad Muradovun əziz xatirələri həsr olunmuş və orada dərsləmiş müəllimlərin xatirələri də var orada. İnşallah bu yaxınlarda da onun bir döyüş, daha doğrusu yaxın bir döyüş silahdaşı oldu. Onu tapmışıq, onun da məqaləsi. Yəqin ki, bugünkü tədbiri də hazırlayarıq, o da kitaba daxil olar. Və bura gələrkən mən bir kitab gətirdim, Ömür Yolların kitabını. Mən direktora sizə hədiyyə edirəm. Siz, maşallah, həm gənc, enerjili. Mən inanmam ki, bax, burada belə həmişə belə vətənpərvər, belə mövzuda tədbirlər keçiriləcək. Və o uşaqları hazırlayan Zəminə müəllimə, eləcə də əməyi olan hər kəsə, bütün müəllim kollektivinə təşəkkür edirəm. Sağ olsun, maşallah, uşaqlar da ki, çox qəşəng şeirlər deyirlər. İnşallah növbəti dəfə gələndə hər birinizə bu kitab verəcəm. Sağ olun, sizə hədiyyə edəcəm. Sağ olun. Bir də bizim kollektivimizin şəhid ailələrinə bir kiçik hədiyyəsi var, bir xatirə hədiyyəsidir. İnşallah Muratxan müəllim zəhmət olmasa, Tarix xanım zəhmət olmasa gəlin. Bizim sizə hədiyyəmiz, məktəbimizin adından sağ olun, kömək olun.
Biraz arkaya tərəf gəlir inşallah. Biraz arkaya. Biraz uşağı biraz arkaya. Ha. Çok sağ olun. Bizim için bu böyük hədiyyədir. Bizim həmişə başımızın üstündə asılacaq. Sizin bu şəhidləri bizə gələn qonaqlar, məsələn, yad eləyərkən baxıb qürurlanacaq. Çox sağ olun, var olun, Cəmilə müəllimə, bütün kollektivə öz minnətlərimi bildirirəm. Çox sağ olun, əziyyətinizi halal edin. Çox sağ olun. Siz əziyyətinizi, haqqınızda halal edin. Sağ olun. Ben de burada oturan bütün müəllimlərimizə teşekkür edirəm. Çox sağ olsunlar, gəlirlər. Bizim təqaüddə olan müəllimələrimiz çox sağ olun, var olun. Allah sizlərə can sağlığı versin. Bizlərə dəstək verin. Bizlərə dəstək Allah can sağlığı versin. Çox sağ olun. Sözünüz varsa buyurun, siz də çıxış edə bilərsiniz. Çox sağ olun, var olun. Bütün məktəbin kollektivinə təşəkkür edirik ki, həmrəy oldular, hamısı bu tədbiri ərsəyə gətirməyimizə hamısı kömək oldu. Hamısı çox sağ olun. Çox sağ olun ki, bizə şərait yaratdı. Və onu da demək lazımdır ki, həmişə bu məktəbdə tədbir olur, amma gərək yaxşı işi qeyd edək. Borcumuzdur şəhidlərlə bağlı. Günay Cəlilova məktəbə yeni təyin olundu məktəb direktoru. Ondan sonra tədbirlər geniş bir vüsət alır. Sizə təşəkkür edirik ki, hər gün bu məktəbdə tədbir olur. Bunlar başda sizin sayənizdə və bizim müəllim kollektivinin sayəsində. Qazilər də yaddan çıxmasın. Arifə müəllimənin oğlu ölümcül yaralandı, müharibənin bizim yadımızdan çıxmaz. O şiddətli, yəni o döyüşlərin gedişində zərbə yaralandı və təsəvvür edin ki, bunu morqa qoyublar, baxıb görürlər ki, bu ölüm. Elə hesab edirlər. Sonra görürlər ki, canı var. Yəni bu qazidir. Bunlar da bu məktəbin nəzdində də ona xarş edirlər. Biz bütün şəhidlər qarşısında baş əyirik. Hər qarşı uğrunda qan tökür. Allah səbir versin bütün analara, atalara. Allah qazilərimizə də can sağlığı versin. İnşallah növbəti tədbirimizi ancaq elə məktəbimizin qazi. Ona görə məktəbimizin nəzdində də ona müəllimlər təkcə şəhidlərə vətənpərvərlik ruhu aşılamayır. Həm də o müharibə zamanı bizim məktəbin müəllimələrinin evladları gedib döyüşürdülər. Biz o günləri, o ağır günləri yaşamışıq. Yazar. Hərbidə olur. Rauf müəllim çox sağ olsun. Sağ olun. Şəhidlər haqqında şeirlər yazır, kitablar çap edir. Allah can sağlığı versin. Sağ olun. Su qovşanda demək Ən çətin. bütün məktəbləri yaralı olduğunu mənə deyirlər. Məndən sosyal uşaqdan xəbər varmı? Çox xəbər varmı? Bəli, kollektivimiz o günlər kollektiv bilməm 12 gün demək istəyirəm, komod olmayan xəbərim oldu. 4 müddət qan oldu. Allah can sağlığı Verirsən o zadını, bağlar qulağa sarı, Mehtarı mənim sən gedək. Adam səndə mənim uşağı verir. Aslarda müddət xəzər demədə. Qazi çağırırlar. Bu çıxmadı. İnşallah bizim onlarla görüşmek. Yine zəfər görüşürəm. Elə fəaliyyətlərə Allah Amin. 6 ildir ki, Cəmilə müəllim 6 ildir nə bizlərində şəhidlərimizdə heç bir zaman unutulmadı. Hər zaman onun əməyi böyükdür. Onun əməyi böyükdür. Biz eşkiyir barışıq tamamı. Bizim kollektivimiz çok güzel kollektivimiz. Böyük neler deyir, minnətdaram sizə. Kollektivimizi möhkəm tut. Çok güzel, her tərəfə layiq kollektivimiz. Nə bilim, eşitlərsə, biz öz söhbət yerlərində bir-birini dəstəkləyək.
bir-birinin arkasında duralım. Allah canınıza can sağlık. Bütün şəhidlərimizin yenə də Allah yerine bile qarşımızda başlayın. Allah qazilərinizə Allah çok güzel oldu. Murat'tan gittim, sonra gelsin. Şəhid oğullarımız,